İnsan orqanizmində periferiyada rast gəlmək olar. Hər iki neyronun qısa çıxıntısına, bu variant yanlışdır, çünki hər iki neyronların dendritləri və ya qısa çıxıntıları mərkəzi sinir sisteminin boz maddəsində yerləşir. Ara neyronların uzun çıxıntıları, ümumiyyətlə ara neyronların bütün çıxıntıları mərkəzi sinir sistemində yerləşir, yəni mərkəzi sinir sistemindən kənara çıxmır. Ona görə də ara neyronun həm çıxıntısı, həm də cismini götürə bilmərik. Hər iki neyronun cismi də yenə mərkəzi sinir sistemində boz maddədə yerləşir. Hər iki neyronun uzun çıxıntısı mərkəzi sinir sistemindən kənara çıxır. Buna biz periferiyada rast gələ bilərik. Hissi neyronun cisminə biz periferiyada rast gələ bilərik və biz bilirik ki, hissi neyronların cismlərin yığınları mərkəzi sinir sistemindən kənarda sinir düyünlərinə əmələ gətirir. Hissi neyronun qısa çıxıntısına rast gələ bilərik. Hissi neyronun uzun çıxıntısına da periferiyada rast gələ bilərik. Deməli, düzgün cavab 5, 6, 7, 8 D variantı.